16 may 2025-ci il tarixdir. Tərtər Peşə Məktəbinin bitkiçilik mütəxəssislərinin bir qrup tələbələri və müəllimə Şəfaqət müəllim, Şərafət müəllimə bugün bizim qonağımızdır. Yəni Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi Tədqiqat bazasında mən bazanın rəhbəri kimi tinkçilikdən bu günləri məlumat verəcəm. Calaq etmək üsulları, calağın əhəmiyyəti. Yəni bu mövzuda bizim maraqlı tələbələrlə söhbətimiz olacaq. Şərafət müəllimə, xoş gəlmişsiniz. Qızlarım, balalarım, xoş gəlmişsiniz. Hal-hazırda durduğumuz bax bu sahə armud calağı. Yəni Klapın sevimlisi sortudur. Yəni sortun da adını deyirəm. Artıq görürsünüz ki, yarım metrdən hündür qalxıb. Burada calaqaltı kimi biz istifadə eləmişik cır heyvadan. Görürsünüz, heyvanın çilingi əkilir, bax belə. Çilingindən sonra təzə zoğlasanda calanıbdır. Bax, cavan artıq bunun bir 20 gündən sonra ucvurma aparılacaqdır burada. 20 gündən sonra buradan ucvurma olacaq. Bəli, 1 metr, 1.30 olandan sonra ucvurma aparılır. Yəni bu satışa hazırlaşır. Tam burada bütün əməliyyatlar, haramı bizlər təmizlənibdir. Bax görürsünüz burada. Haramı bizlər deyil. Bax görürsünüz. Hələ burada əl gəzdiriləcək. Bəli. Bax bu cür heyvadır. Bax bu qaydada arası görürsünüz ki, mota freza ilə əkilibdir. Getmənləmə aparılıbdır. Dərmanlama aparılıbdır. Yenə də həşəratlara qarşı biz mübarizə. Bax armud sortudur. İndi burada